İranın pilotsuz uçan aparatlarının istehsalında Avropa, Amerika Birləşmiş Ştatları və İsrail şirkətlərinin böyük payı var. Odessa şəhəri yaxınlığında vurulan dron üzərində araşdırmalar Ukrayna kəşfiyyatı və Müstəqil Antikorrupsiya Komissiyası tərəfindən aparılıb. Nəticədə İran dronlarının hissələrinin 3/4-ünün Amerika Birləşmiş Ştatlarında istehsal olduğu üzə çıxıb. Dronun 200 komponentindən yarısı Amerikada, 1/3 isə Yaponiyada hazırlanıb. Qalan hissələr isə İsrail, Avropa şirkətlərinə məxsusdur. Kəşfiyyat məlumatına görə dronların təkcə mühərriki İran istehsalıdır. The Wall Street Journal nəşrinin əldə etdiyi məlumata əsasən, Ukrayna kəşfiyyatı Rusiyanın istifadə etdiyi Mohajer 6 İran dronu üzərində tədqiqat aparıb. Dronu uzaqdan idarə etmək üçün lazım olan cihazları Yaponiyanın Tonegawa Seiko şirkəti hazırlayıb. Elektron komponentlərin isə Almaniyaya məxsus Infineon Technologies və Amerika Birləşmiş Ştatlarında yerləşən Microchip Technology şirkətləri tərəfindən istehsal edildiyi üzə çıxıb. Yəni sadə dildə desək, İran dronlarının beyni hesab edilən mikroçiplər Amerikadan göndərilir. Bundan başqa, İran dronunda müşahidə və hədəfi müəyyən etmək üçün istifadə edilən yüksək keyfiyyətli teleskopik linzalar İsrailin Ophir Optronics Solutions şirkətinin modelləri ilə eyni olduğu aşkarlanıb. İsrail Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı araşdırmaların aparıldığı bildirilib.